1867-ci ildə qəbul edilən Britaniya Şimali Amerikası haqqında akta görə Kanada İngiltərənin ilk dominionu oldu. Yadınızda qalsın, İngiltərədə ilk dəfə, yəni dünyada ilk parlament yaranması İngiltərədə 1265. Amma parlament islahatları 1832 və 1867-ci ildədir. 1867-ci ildə 2 dənə hadisə var burada. Biri ikinci parlament islahatlarıdır və Kanadanın dominion kimi qəbul olunmasıdır. Artıq İngiltərə Afrikada, yəni Afrika materikində bu hissədə müstəmləkəsi kim idi? Bu hissədə müstəmləkə kimi Fransa ilə mübarizə aparırdı və nə baş verirdi burada? Deməli, 19-cu əsrin 80-ci illərində Misri işğal etdi və bu 19-cu əsrin sonlarında Böyük Britaniya dünyanın ən böyük imperiyasına çevrildi. İngiltərə Cənubi Afrikada, burada Car var. Cənubi Afrika Respublikası. Afrika materikində yeganə inkişaf etmiş dövlət Cənubi Afrika Respublikasıdır. Bunlarla İngilis-Bur müharibəsi oldu 1899-1902-ci ildə. Bu müharibədə ingilislər qələbə qazandı və 1910-cu ildə burada Cənubi Afrika İttifaqı adlı dominion hüququ aldı. Bundan başqa nə baş vermişdi? Artıq 20-ci əsrin əvvəllərində dünyanı bölüşmək uğrunda Almaniya ilə münasibətlər kəskinləşməsi İngiltərəni, Fransa və Rusiya ilə yaxınlaşdırırdı. İngiltərə Fransanın Mərakeş buradadır. Mərakeşdə, Fransa isə İngiltərənin Misirdə ağalığını tanıdı. Deməli, Mərakeş Fransanındır. İngiltərə, Misir harandı? İngiltərənin. Bunlar bir-birinin işğalını tanıdılar. Niyə görə? Çünki Almanlar güclənmişdi bu dövrdə və bunlar məcbur idilər ki, İngiltərə məcbur idi Rusiya və Fransaya əvvəlki, belə deyək də, düşmanlarına qarşı birləşsin. 1907-ci ildə hansı ittifaq yarandı? Antanta, bəli. Üçlər İttifaqı 1889-dur, Antanta 1907-ci ildədir. Deməli, belə bir sual. 1640-cı il İngiltərə və 1789-cu il Fransa. Oxşar cəhət. Nə baş verdi? Mən bilmən təsbini təşkil 1640-cı il İngiltərə, 1789-cu il Fransada. İnqilab olub. Bəli, inqilabın baş verməsi. İkinci bir sual. 18-ci əsrin, yəni 18-ci əsrdə İngiltərə və Fransada oxşar cəhət nə götürə bilərik? Nə hərəkatı yayıldı? Maarifçilik. Yəni, yadınızda qalsın, maarifçilik hərəkatı yayılır. Yaxşı, 1649-cu il İngiltərə və 1792-ci il Fransada nə baş verdi? Dedi şey da. Respublika dövrünə keçirildi. Respublika elan edildilər. Bəs Fransada və İngiltərədə kral hakimiyyəti nə vaxt ləğv olundu? İngiltərədə nə vaxt ləğv olunmuşdu? 1649, Fransada 1793. Belə bir sual. İngiltərə 1660-cı il Stuartlar sülaləsi və Fransanın 1814 Burbonlar sülaləsi nə baş verir? Yenidən bərpa olunmalar, bəli. Sonra 1902-ci ildə nə baş vermişdi? Antanta yaranır. 1902. İngilis